Salam, hörmətli izləyicilər və adəti qurumlar. Biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bizə məlumat verildi ki, Göyçayın Çərkə kənd ərazisində yerləşən bağ masivi var. Həmin bağa çəkilmiş 10 millik xətt, hansı ki görürsünüz, bax, bu 10 millik xəttdir. Bax, burada çəkilibdir. Həmin bağa gedir bu xətt birbaşa 10 millik. Yəni elektrik dirəkləri ilə bu xətt həmin bağa gedir. Bax, bu bağda gördüyünüz kimi bağa gedir. Bağ arasında. Və bir şey diqqətinizə çatdırım ki, mən bunu İşıq İdarəsinə ünvanlayıram. Göyçay elektrik şəbəkəsinin rəhbərliyinə. Baxın, bax, burada su arxı gedir. Bax, bu gördüyünüz bu qamışlıq su arxıdır. Düzdür, təmizlənməyibdir. Bu vəziyyətdədir. Lakin bax, bu xətt, mən indi bunu yaxından çəkirəm, 10 millik xətt. Görün nə qədər böyük bir təhlükə yaradır. Yəni burada sabahlarım texnika, yəni suyu qazması üçün gələn texnika işləyə bilməyəcək. Çünki bax, bu 10 millik görün nə qədər aşağıdan gedir. Yəni 2 metr məsafə var yerlə xəttin arasında. Hər an insan həyatı üçün böyük bir təhlükə yaradan bax, bir iş, problem. Baxın. Bax, görürsünüz, sallanıbdır üstdən aşağı. Bunu mən çox xahiş ederdim ki, həm bu bağa baxan sahibkar məlumat versin rəsmi olaraq İşıq İdarəsinə ki, niyə görə bu təhlükə burada yaranıbdır. Yəni hər bir halda bura yəni texnika işləməyə gəlsə də, yəni burada iş görə bilməyəcək. Çünki 2 metr, 3 metr məsafə var ki, bu xətlə yer arasında çox aşağı. Baxın, mən bunu yaxınlaşdırıram və çox böyük bir təhlükədir bu. Çox böyük bir təhlükədir ki, yəni bax, bu kanal qazılsa burada, bu kanalı qazmaq üçün texnika bura girə bilməyəcək. Çünki o Hyundai texnikalar var ki, yeri qazan, yəni onlar bura girib iş görə bilməyəcəklər. Bunu mən xahiş edirəm ki, həm bu bağın sahibi və İşıq İdarəsi bu işə ciddi nəzarət eləsin ki, bax, artıq yenə deyirəm ki, çox böyük bir təhlükədir. Hər bir halda bu insan ölümünə səbəb ola bilər və yaxud da burada bir yanğın da baş verə bilər. Çəkdim, təqdim etdim bunu mən adəti quruma bildirdim bir ictimai nəzarət olaraq. Xahiş edirəm ki, bu arada tədbir görülsün. Bax, belədir. Belə bir problemlər yaşanır. Belə bir negativ hallar var. Biz də Cənab Prezidentin çağırışı ilə yerlərdə xidmət göstəririk. Cənab Prezidentin çağırışına qoşulmuşuq. İctimai nəzarəti yerlərdə həyata keçiririk. Və belə bir negativ hal olduqda biz dərhal bunu çəkib, ictimaiyyətləşdirib, adəti qurumlara çatdırırıq. Düşünürəm ki, bu arada Göyçay elektrik şəbəkəsi baxacaq və bir tədbir görəcək və də bu bağın sahibi kimdir? Bu işığı bura çəkdirən bağın sahibi. 10 millik xətt. Diqqət üçün təşəkkür edirəm.